budur. Azərbaycanımda igidlər məkanında, Laçın rayonumuzda var, tanınmışdır aşkar. O cənnət Qarabağda, cəsur da var Qoçarda. Qardaşımız Bəxtiyar elə qazanıb etibar. Xalqına xidmət eləyib, hamı ona diqqət eləyib. Laçının Əlikli kəndi həmişə qədir biləndi. Çox oğlan yetişdirib, torpaq üçün pay verib. O oğullardan biri çəkilməyibdir geri. Adı da Bəxtiyar idi, dağ kimi ucqar idi. Özü Laçın balasıydı, düşmənin bəlasıydı. Sadə mehriban idi, qəlbi saf oğlan idi. Azdı o cür oğullar, onun tutduğu yollar. Heyran eləyib hər kəsi, xoş idi hər kəlməsi. Söhbətin əsnasında, Qarabağ davasında durmayıbdı Bəxtiyar. Xalqa olub tərəfdar, göstərirdi köməyini, itirmərik əməyini. O Laçından gəlsə də, qalırdı Seydimlidə. Qorxusuz cəsur insan, öndə gedib durmadan. Olsa da 33 yaşı, bəlalar görüb başı. Var idi bir nivası, xalqa olub faydası. Elə həminki nivada, ömrü veribdir bada. Döyüşçü oğlanlara, can qoyan insanlara, dayaq olubdu birbaşa, həkk olunur yaddaşa. Mahmud oğlu Bəxtiyar elə qazanıb etibar. Atası da Məhmud kişi, mərd olubdu keçmişi. Elə kişinin evladı, gərək saxlasın adı. Yazmağında səbəb var, qardaşımız Bəxtiyar. Qəhrəmanlıq edə ad qoyubdu ölkədə. Mərd idi, qorxmaz idi, qıraqda durmaz idi. Belə təmiz oğlanlara, can qoyan insanlara hörmət olunsun gərək, ruhu şad olsun deyək. Yurdumun məkanında, yəni Talış ünvanında qulluq edib millətə, layiq olub cənnətə. Təmiz adıyla ucaldı, ruhunu göylər aldı. Ey Azərbaycanlılar, belə yaşayıb Bəxtiyar. Gərək ürək böyük olsun, hamı mərdliyi duysun. Bəxtiyar təkigidlər olmalıdır mötəbər. Torpağa məhbus oldu, təmiz qəlblərə doldu. Bizim üçün də əzizdir, adı ucadır, təmizdir. Ünvan cənnətdədir, safdı şəhadətdədir. Şükür pərverdigarə, rüfətlə Bəxtiyarə. Bəxtiyarı yaşatsın, Allah imdada çatsın. Bəxtiyar bu həyatda, hər dəqiqə, hər saatda ikidir qəhrəman kimi, düşmana düşman kimi. Mülkü vətəndaşıdır, orduya qardaşıdır. Durmayıbdı qıraqda, seçilməyib sınaqda. Kömək olub çox oğlana, hamut durub düşmana. Soruşsalar haralıdır, mahalı Laçın mahalıdır. Qoy bilinsin aşkar, belə olubdu Bəxtiyar. Şəhiddir bu torpağa, ürəyimiz dönür dağa. Çəkinməyib zülümdən, qorxmayıbdı ölümdən. Kimsə getməyən yerə, gedərdi birdən-birə. Cəsarətlə hər zaman qalmayıbdı nacuman. Allahın qismətilə, ikidi məharətilə. Torpağımız Talışda, soyuq xəzanlı qışda. Fevralın 18-i tənha qoyubdur bizi. Nol bir idi seriyası, özünə aid nivası. 845 ilə dayanmayıbdır belə. İrəli sürüb nivasın, verdi ölüm fitvasın. Erməninin hiləsi məyus etdi hər kəsi. Bizlə batmışıq yasa, qismət Allahındısa. Apardı pərverdigar, şəhid getdi Bəxtiyar. Bizlə töküb göz yaşı, unutmarıq qardaşı. Bəxtiyarın rəhməti, mənalı söz söhbəti. Dillərdə əzbər qalar, ruhu sevinclə dolar. Dinləsin bu cəmayət, yazdığım bu rəvayət. Azdı Bəxtiyar üçün, xatirimdədir hər gün. Xoşdu məndən ötəri, igidlərdən ötəri. Söz yazım icad eləyim, qələmlə imdad eləyim. Mənim budur niyyətim, saf yaşasın millətim. Hər kəsə oldu bəlli, təkcə budur təsəlli. Azad eləyib Qarabağı, qaytarırıq torpağı. Bəxtiyarın qisməti, belə yazılıbdır qəti. Torpaq üçün dayaq olub, məharətli qoçaq olub. Təki Qarabağ var deyək, gəlin bir şuar deyək. Şəhidlər ölməz olsun, vətən bölünməz olsun. Unudulmaz Bəxtiyar, sönsə də lap ruzigar. Vətənə qarşı qeyrəti, dəyərli
söhbəti millətə örnək oldu, vətən süngərək oldu. İgidi qəhrəmanları xalq unutmasın barı, şəhid qanları ilə, şirin canları ilə tarixə səs saldılar, sonda zəfər çaldılar. Yaşasın Azərbaycanın bütövləşdi ünvanın, şəhidlərimiz uzalsın, qazilər də sağalsın, bağlı qapılar açılsın, əsirlər buraxılsın. Ramil yazıbdır bunu, budur söhbətin sonu. Ramil yazıbdır bunu, budur söhbətin sonu.